İmam Baqir buyurur ki, insanlar üçün elə zaman gələcək ki, ilahi övliyaları, imamları qeybdə olacaq. Yəni İmam Baqir danışanda demək istəyir ki, mən ki Allahın övliyasıyam. Oradan çox xoşbəxtlikdir. Siz hamınız ilahi höccəti gözünüzün qarşısında görürsüz, sevirsiniz, lazım olsa onun əlindən öpürsüz və ilahi höccətin birbaşa dilindən ilahi kəlamları eşidirsiniz. Amma zaman olacaq ki, insanların əli imamına çatmayacaq. Bizim üçün adi gələn bir şey gör imam necə deyib. Doğrudan da biz bunun fərqində deyilik. Sonra imam buyurur ki, bax o zaman ki, təsəvvür eləyin, öz ümmətinə deyir də, o zamanda hər kəs bizim vilayətimizdə olsa, imamları qəbul eləsə, yəni məsələn sonuncu imamı qəbul eləsə, xoş olsun onun halına. Doğrudan da imamı olmadan imamı sevə bilibsə kimsə, imamın vilayətini qəbul edibsə, xoş olsun onun halına.